Görəsən, mümkündə həyatda bir şey bilməyəsən, öyrənəsən, sonra işləyəsən, sonra iş o qədər çox olsun ki, dayanmayasan və istədiyin həyata nail olasan. Mən heç nə deməyəcəm, sadəcə göstərirəm. Bu kadrdan sonra növbəti kadra baxın, bu danışan mənim tələbəmdir. Deməli, bir tələbəmin öz oğluna elədiyi tortdur. Bu öz oğluna elədiyi tort. İndi qulaq asın səslərə. Soruşdum ki, sifariş sayıları Salam müəllim, necəsiz? Çox sağ olun. Həyat Tuncayın tortudur, bu gün narahat günüdür. Şəkil atırdım. A hərfindən qabağıma çıxdı, dedim sizə atdım. Bəli, Tuncayın tortudur, çox sağ olun. Sifarişlər isə, sifarişlər şuralar olur. Niyə mənim TikTokdan, bəlkə yalan olmasın, ona yaxın sifarişim olub. Özdə kitab tortlar, ağır tortlar, belə böyük tortlar. Və bilmirəm, siz mənim WhatsApp-a baxmışsınız da, yəqin ki, o qədər də geri dönüşlər olur ki, TikTokdakılar belə o qədər gözəl geri dönüş edirlər ki, yəni. Dəhşət. Nə deyəcəkdim? Bir də yanvarda yox, yanvarda heç bilmirəm ki, tək sifarişim oldu. Amma fevral, mart ümumiyyətlə dayanmamışam. Yəni bir gün dayanmağa vaxtım yoxdur. Belə. Yəni dünən sırağa gün tortlarım olub, o biri gün tortum olub, 17-si 2 dənə tortum var idi. Yəni tortlarım olur, şükür Allaha. Sifarişlərim olur. Və birinə elədiyim də belə 2-3 müştəri ilə qayıdır üstümə. Yəni Əgər siz də belə nəticə əldə etmək istəyirsinizsə, bunu əldə etməyin yolunu videonun aşağısında yazmışam.